Gün cəmimizin artması və şeytanın bizlərdən naimid olması üçün salavat. Allahümmə salli ala Muhammed və ali Muhammed. Zindanda olan məhbusların işlərin fərəcə tapması üçün salavat. Allahümmə salli ala Muhammed və ali Muhammed. Dərdi bilinən, bilinməyən xəstələrimizin, hər bizi görəndə iltiması dua edən xəstələrimizin, mənzuri niyyət xəstələrimizin, qazilərimizin şəfa tapması üçün salavat. Allahümmə salli ala Muhammed və ali Muhammed. Zərgələrimiz, ağsaqqallarımız zinətləndirirlər. Onların da səlaməti üçün salavat. Allahümmə salli ala Muhammed və ali Muhammed. Boynumuzda haqqı olan dünyasını dəyişən o qəbirlər ki, gedib ziyarət eləyə bilmirik, möminə, seyyidə, onların haqqında salavat. Allahümmə salli ala Muhammed və ali Muhammed. Bütün ölkələrin, məxsusən müsəlman ölkələrinin əmin-amanlıqda olmasında, məxsusən öz ölkəmizin əmin-amanlıqda olmasına salavat. Allahümmə salli ala Muhammed və ali Muhammed. Kərbəla şəhidləri, öz şəhidlərimiz haqqında salavat. Allahümmə salli ala Muhammed və ali Muhammed. Cavanlarımızın axır zamanın fitnəsindən uzaq olması və onların axır zaman fitnələrinə uymamaq üçün salavat. Allahümmə salli ala Muhammed və ali Muhammed. Hacı Eldayan Qadrəzəl xütbəsi ilə bizləri mövzə elədilər. Elminin, hilminin artması üçün, ömrünün bərəkətli olması üçün, özünün, ailəsinin səlaməti üçün salavat. Allahümmə salli ala Muhammed və ali Muhammed. Öz səlamətliyiniz üçün salavat. Allahümmə salli ala Muhammed və ali Muhammed. Kərbəla qardaşımız, əzizimiz salavat zikr elədi, dualar oxudu, özünün ailəsinin səlamətçiliyinə, bu cəminlə maddi, mənəvi, istər ailəsində, istər sağlamlığında sıxıntısı, çətinliyi var, həllinə salavat zikr elədi. Allahümmə salli ala Muhammed